NATO'nun gücləndirilməsi üçün ümumdaxili məhsulumuzun heç olmasa 3%-ni hərbiyə ayırın bəyanatı 17-ci ildə verildi. 17-ci ildə artıq Krım işğal olunmuşdu, artıq Gürcüstan hadisələri olmuşdu, artıq Donbasın bir hissəsini Rusiya işğal eləmişdi, Luqansk və Donetsk vilayətlərinin bir hissəsini. Və Trump çağırış elədi 17-ci ildə ki, NATO'ya siz ümumdaxili məhsulunuzun heç olmasa 3%-ni hərbi xərclərə ayırın. Yoxsa bu hərbi xərclərinizə vəsait ayırmasanız, təhdidlərə davam gətirə bilməyəcəksiniz. Bunlar ardına vurdular. Trump'ın keçici olduğunu düşündülər. Dedilər ki, əşi, indi 17-də gəlib 20-də gedəcək zaten. Ona görə də ümumdaxili məhsuldan pul ayırmadılar. Həm də ona görə ayırmadılar ki, Heydər bəy. Burada bir ciddi fəlsəfi məsələ var da. Əgər sən ölkə olaraq ümumdaxili məhsulun böyük bir hissə, yəni 3%-ni, ümumdaxili məhsulun 3%-i büdcənin hardasa 15% eləyir də. O bu qədər vəsaiti hərbiyə ayrılanda sosial xərclərə pul ayıra bilmirsən. Sosial xərclərə pul ayrılanda da Avropa Birliyi demokratik ölkələrdən ibarətdir də seçkiləri uduzursan. Vətəndaş gəlir sənin əleyhinə səslənir ki, sən sosial müdafiəni yaxşı təşkil eləmirsən. Belə bir çıxmaza düşdülər 17-ci ildə Avropa Birliyi və düşündülər ki, Trump müvəqqətidir, bir daha heç vaxt qayıtmayacaq. Nəticə itibarilə Trump'ın qayıtması bütün bu planlarının Avropa Birliyinin səhv varsayımlarının üzə çıxmasına səbəb oldu. Hatırlayın, Trump ikinci dövrü, yəni bu il hakimiyyətə gələndə, and içəndən sonra München konfransı oldu, təhlükəsizlik konfransı və J.D. Vance'in, Amerikanın vitse-prezidentinin bir çıxışı oldu. O çıxışdan nə nəticə çıxartdılar Avropalılar? Oturdular, ağladılar. Hatırlayın, konfransın rəhbərinin qapanma konfransın qapanmasındakı çıxışı ancaq və ancaq Vance'ə cavab vermək üzərində bulundu. Rusiyaya yox. Məhz Vance'ə cavab verdi və sonunda da ağladı ki, biz deyəsən tək qalırıq, yetim qalırıq. Bu yanlış strategiyaydı Avropanın. İndi söhbət ondan gedir. Yenə təkrar Ukrayna əgər müstəqil dövlət, suveren bir dövlət kimi qalacaqsa ki, inşallah yenə də olacaq. Bu Ukraynanın qələbəsidir. Rusiyanın isə zəifliyinin nəticəsidir və uzun müddət, 10 illiklər hətta Rusiya bu bataqlıqdan çıxa bilməyəcək.